من فقط یه تیکه از خاطرات خودم بگم. Mən xatirələrimin bir hissəsi haqda danışmaq istəyirəm. İndiyə qədər deyilənlərə görə 82 dəfə cərrahiyyə əməliyyatı keçirmişəm. Bir dəfə kəfənlənib meyitxanaya qoyulmuşam. İnternetdə şəhid-i zində, yəni diri şəhid yazsanız, mənim şəklim çıxacaq. Yəni İranda mən artıq bu adla məşhurlaşmışam. Çünki meyitxanadan çıxarıldıqdan sonra mənə dirilən şəhid dedilər. Artıq bu ad mənə aiddir. Əslində mən bu ada layiq deyildim, amma artıq bu adla məşhurlaşmışam. Bir sözlə, 82 dəfə cərrahiyyə əməliyyatı keçirmişəm. Bir dəfə kəfənlənmişəm və meyitxanaya qoyulmuşam. Məni kəfənləyən şəxs İmam Rıza əleyhissalamın hərəmində xidmətçilər bölümünün 2-ci növbəsində çalışan Cənab Rıza Rudməcənidir. Məşhədə gedəndə ondan soruşa bilərsiniz. Əlbəttə, onu da deyim ki, o mənim ucbatımdan artıq yorulub. Çünki onun yanına çox adam gedib soruşub ki, doğrudanmı filan kəsi kəfənləmisiniz? O bir dəfə məni hərəmdə gördü. Məni görəndə narahat olduğunu hiss etdim. Mənimlə bağlı onu o qədər sorğu-suala tutublar ki, artıq yorulub. Məni görən kimi üzünü qibləyə çevirib dedi: İlahi, bu yarımçıq qalan layihəyə görə nə edim? Adımızı qoyub, yarımçıq qalan layihə. Mənim üçün qəbir qazan, şəklimi böyütdürən, cənazəmi götürüb dəfnə hazırlayan şəxs Cənab Rəbbani Raddir. O şeyxdir. O da İmam Rıza əleyhissalamın hərəmində xidmətçilər bölümünün 2-ci növbəsində işləyir. O vaxtlar ordunun Firdovs hissəsinin mədəniyyət məsələləri üzrə məsul idi. İndi vaxt yoxdur deyə filmini göstərmirəm. Televiziya keçən il sənədli bir film yayımladı. Onun bir hissəsi mənimlə bağlı idi. Həmin filmdə bu adamların müsahibələri də verildi. O mənim cənazəmi götürməyə gələrkən ondan soruşurlar ki, şəhidiniz kimdir? O da mənim şəklimi göstərib deyir: bu şəxsdir. Xəstəxananın məmuru deyir: sizin şəhid budurmu? O da deyir: bəli. Deyir: ağa, təəssüf edirəm. Soruşur: nə üçün? Cavab verir: təəssüf ki, sizin şəhidiniz dirilib. Eşidəndə ki, dirilmişəm, narahat olub deyir ki, biz cəmaata xəbər vermişik ki, gəlib meyit namazı qılsınlar, qəbiri qazsınlar. Necə yəni dirilib? Qələt edib dirilib. Bu nə vaxtın dirilməyidir? Biz qəbir qazmışıq, cəmaata xəbər vermişik. O da deyib ki, ağa, dirilib də nə edək? İndi onu aparmaq istəyirsən? Cavab verib: bəli, aparmaq istəyirəm. O da deyib ki, onsuz da onun halı yaxşı deyil. Özünü müdafiə edə bilmir. Bir kərpic götür, libasının altında gizlə. Görüşünə get və başına vur öldür. Sonra da cənazəsini götür get. Həmin şəxs hal-hazırda yaşayır və bununla bağlı müsahibəsi də televiziyada yayımlanıb. İmam Rıza əleyhissalamla bağlı bir xatirəm var. Məndən istədilər ki, ona da toxunum. 1983-cü il fevral ayının 3-də halım çox pisləşdi. Məni 34-cü otaqdan 27-ci otağa apardılar. 27-ci otaq ölüm otağı idi. Yəni, kimin ölümü yaxınlaşırdısa, onu həmin otağa aparırdılar. Mən həmin otağa 10 nəfərin aparıldığını, sonra da cənazələrinin çıxarıldığını öz gözlərimlə görmüşdüm. Təsəvvür edin ki, həmin otaqdan 10 cənazə çıxarılıb. İndi də həmin otağa məni aparırlar. Adam nə düşünər? Düşünər ki, artıq mənim növbəmdir. Mən o otağa daxil olanda bədənimin zəifliyindən bihuş oldum. Çox vaxt bihuş olurdum. Onu deyim ki, bədənimin zəifliyində məqsədim odur ki, 69 kilodan 26 kiloya düşmüşdüm. Həqiqətən də skelet kimi olmuşdum. Həmin otağa daxil olanda gözlərim bağlandı, sanki yuxudayım kimi huşumu itirdim. Gördüm ki, hər tərəf nurla dolub. Qəribə bir nur hər yerə əhatə edib. İnsanlar o tərəf, bu tərəfə qaçışırdılar. Mən onları tanımırdım. Onlardan birini səslədim ki, ağa, nə xəbərdir? Nə olub belə? Bura niyə belə olub? Həmin şəxs mənim otağıma gəlib dedi: filan kəs, İmam Rıza əleyhissalam yaralılarla görüşmək üçün xəstəxanaya gəlib. Dedim: onda mənim qolumdan tut, apar ağanın yanına.
İstəmirəm ağa yanıma gələndə mən yatmış olum. Bunu bir növ ədəbsizlik hesab edirdim. O da məni qolumdan tutub apardı pilləkənin yanına. Birdən gördüm ki, nurani bir şəxs pilləkənlərlə yuxarı qalxır. O nurani çöhrəni və İmam Rıza əleyhissalamın parlaq simasını görən kimi özümü İmam Rızanın ayaqlarına atdım. Dedim, ağa, mən sizdən şəfa istəmirəm. Mən döyüş meydanına getmişdim ki, şəhid olum. Allah mənə şəhidlik hədiyyəsi vermədi. Ağrı acı hədiyyəsi verdi. Amma ağa, mən bu xəstəxananın əlindən bezmişəm, ürəyim sıxılır. Mümkünsə məni 2-3 saatlıq öz evinizə aparın. Sizin evinizdə olum. Sizin evinizdə nəfəs alım, ürəyim açılsın. Mən bu sözü deyən kimi İmam Rızanın yanında olanlardan biri mənim yanımda əyləşdi. Əlini çiynimə qoyub dedi, ayağa qalx. İmam Rıza buyurdu ki, sizi elə indi hərəmə gətirsinlər. O mənə qalx deyərkən, xəstəxananın xidmətçisinin çəkizlə divara nələrisə vurmasının səsini eşitdim. Həmin vaxt fevralın 3-ü idi və xəstəxananı İnqilab bayramı ilə bağlı bəziyirdilər. Mən yuxudan ayılan bir şəxs kimi o haldan çıxdım. Gözümü açanda gördüm ki, öz otağımdayam, öz çarpayımdayam. Gördüm ki, hal-hazırda Məşəddə olan cənab Əhməd Natiqzadə otağıma daxil oldu. Atama dedi, ağa, dərhal bu yaralını hazırlayın. İndicə İmam Rızanın hərəmindən zəng ediblər ki, bir neçə yaralını götürüb gətirək. O vaxt bilmirəm nə üçün 8 nəfəri seçmişdilər. Olduqca pis vəziyyətdə olan 8 nəfəri götürüb İmam Rıza əleyhissalamın hərəminə apardılar və Polad pəncərənin arxasında yerləşdirdilər. Üstümüzə soyuq dəyməsin deyə ədyallar saldılar. 2-3 dəqiqə keçdikdən sonra gördüm ki, İmam Rıza ağanın bir xidmətçisi qaça-qaça gəlib dedi, niyə bunları bura qoymusunuz? Elə bu 8 nəfər üçün göstəriş verilib ki, zərihin ətrafını boşaltsınlar. Bunları içəri aparın. Bizi İmam Rızanın zərihinin ətrafına apardılar. Zərihin 4 bir tərəfinə düzdülər. Belə ki, üzlərimiz zərihə tərəfi idi. Bir ağa gəldi, bizə mədhiyyə və rövzə oxumağa başladı. Adı Hüseynzadə idi. O mədhiyyə oxumağa başladı. Əhl-i-Beyt əleyhissalamın hər birinin adına çatanda biraz da rövzə deyirdi. İmam Rızanın adına çatanda bir hadisə baş verdi ki, bu hadisəni 50-dən çox adam gördü. Mən vaxt az olduğundan bunun hamısını izah edə bilməyəcəyəm. Amma gördüyümü danışacağım. Çünki hər kəs öz mərifəti çərçivəsində görüb. Hamı o hadisəni fərqli cilvələrlə danışır. İmam Rıza əleyhissalamın adına çatanda gördüm ki, İmam Rızanın zərihinin içindən bir nur çıxdı. Bu nur əvvəlcə zərihi bürüdü. Sonra ətrafı elə bir hala saldı ki, heç kəs bir-birini görmürdü. Bu nurani dünyada gördüm ki, İmam Rıza ilə birlikdə xəstəxanaya gəlib, mənim yanımda əyləşən şəxs mənə yaxınlaşıb dedi. Ağa İmam Rıza buyurur ki, sizi hərəmə gətirdiyimiz üçün razı qaldınızmı? Hər nə istəyirsinizsə İmam Rızadan istəyin. Mənim o anda dilim tutuldu. Amma digər 7 nəfər hacətlərini istəyə bilirdilər. Səbəbi də odur ki, həmin 7 nəfər İmam Rıza əleyhissalamın hərəmində şəhid oldu. Mən isə huşumu itirdiyim halda xəstəxanaya köçürüldüm. Ertəsi gün ayıldım, professor Rəfili başımın üstünə gəldi. Gördü, mən özümə gəlmişəm. Göstəriş verdi ki, analizlər götürülsün. Analizlərin cavablarını gətirdilər. Bir də gördüm ki, bütün həkimlər mənim otağıma yığıldılar. Doktor Əbuzər, Doktor Buluriyan, Doktor Dəstxeyb, Doktor Fərzad, Doktor Rəhimi, xanım Mirşayi, xanım Soltani. Dedim, bir hadisə baş verib ki, hamınız mənim başımın üstünə yığışmısınız? Doktor Rəfi dedi, bəli, qəribə bir hadisə baş verib. Səni xəstəxanaya gətirəndə qanına şiddətli infeksiya düşmüşdü və 1 saatdan çox yaşamamalıydın. Amma bugün gəlib analizlər götürdük, qanınızda infeksiyadan əsər əlamət yoxdur. Həmçinin bu analiz aparatında ki, həmişə infeksiya olurdu, artıq tərtəmizdir. Onda da infeksiyadan əsər əlamət yoxdur. Biz gəlmişik araşdıraq görək nə baş verib. Mən doktor Rəfiyə dedim,
Mən bilirəm nə baş verib. İmam Rıza əleyhissalam öz baxışı ilə bizə həyat bəxş etdi. Biz həyatımızı İmam Rızanın o məhəbbət dolu baxışına borcluyuq. İmam Rıza hal-hazırda bu Ramazan ayında İmam Həsən Müctəbanın doğum gününə yaxın bir vaxtda bu məclisdə əyləşənlərin də hacətləri var. Bunlar da istəyirlər ki, bu şəhid və Quran məclisində onlara bir nəzər yetirəsən. Biz öz canımız və həyatımızı İmam Rızanın məhəbbət dolu baxışına borcluyuq. Mən bu cümləni deyən kimi xanım Qərəviyan dedi. Bəs o 7 nəfər necə? Mən həmin ana qədər bilmirdim ki, o 7 nəfər şəhid olub. Amma burada başa düşdüm ki, Allah mənim qəlbimdə şəhidlik həsrətini qoydu. Başa düşdüm ki, mən o karvandan geri qalmışam. Buradan bunu demək istəyirəm. Mən niyə sağ qaldım? Bunun 2 səbəbi var. Birincisi, bəlkə də atamın təvəssülünə görədir. Mənim hər dəfə halım pisləşəndə atam ayaqqabılarını çıxarıb çarpayımın altına qoyurdu. Ayaqyalın qarlı buzlu havada Qaim xəstəxanasından İmam Rızanın hərəminə gedirdi. Qaydanda ayaqları çuğundur kimi qıpqırmızı olurdu. Deyirdim, ata, axı niyə bu qarda soyuqda ayaqyalın gedirsən? Deyirdi. O qədər gedib İmam Rızaya oğlu İmam Cavadı and verəcəyəm ki, sənin şəfanı Allahdan alsın. Bu atamın təvəssülü idi. İkincisi, düşünürəm ki, mənim sağ qalmağımın bir səbəbi də budur. Mən bunu hər kəsə deyirəm. İstəyirdinizmi ki, Behişti Zəhra qəbristanlığından bir şəhid qayıdıb danışsın? Mən qayıtmışam. Mən 1982-ci il noyabr ayının 27-sində şəhid olmuşdum. Meyitxanaya aparılmışdım. Mənə qəbir qazmışdılar. Şəklimi böyütmüşdülər. İndi mən qayıtmışam. Həm öz tərəfimdən, həm də şəhidlər tərəfindən sizə xəbər gətirmişəm. Mənim xəbərim öz tərəfimdən və şəhidlər tərəfindən sizə budur. Birincisi, şəhidlərin qanının tapdanmasına imkan verməyək. İkincisi, vilayətin tək tənha qalmasına imkan verməyək. Artıq vaxt azdır. Dostlar başqa proqram icra etmək istəyirlər. İnşallah dua vaxtıdır. Təkcə bu dua ilə kifayətləndirəm. İlahi, bizi vilayətlə yaşat, vilayətlə dünyadan apar və bizi şəhidlərin qanının qədrini bilənlərdən qərar ver. Vəssalamu aleykum və rəhmətullah.